Güya bu adam Qarabağda təxribat edib. Xan kəndində polisə hücum edən güya ki bu adam olubdur. Birinci, bu adam uzun müddətli Qarabağda yaşayır. Orada yaşayan 20 ermənidən biridir. Və bu 20 erməni hamısı polis nəzarətində olan adamlardır. Bunlar polis nəzarətindədirsə, necə silah əldə edibdir? Partlayıcı qumbaraları necə əldə edib? Bu şoudur. Bu adamla şou qurublar. Çünki Qarabağa gedən vətəndaşlar bilir ki, hansı rayona gedirsən get, istər Xankəndi, Şuşa və digər rayonlar olsun. Hamısında gedənə qədər yolda 20-30 polis postu var. İçəridə də elə bir o qədər, yollarda və içəridə. Bu adam necə gətirib o silahı sursadı? Üstəlik də polislə atışma olub, partlayışlar olub bölmədə, qumbaralar partlayıb, hər yer kameradır. Üstəlik də bu adam polis bölməsinə hücum edibdir. Binanın ətrafı kameradır. Niyə atışma görüntülərini yaymırlar? Niyə hakimiyyət özü deyir ki, bu adam 3 ədəd əl qumbarası atıbdır? Niyə partlayış olan ərazini göstərmirlər? Bu elə polisə işləyən erməni olubdur. Sadəcə şou qurublar. Rus FSB-si oranı partladıb, dağıdıb. Əliyev qorxusundan dilə gətirə bilmir ki, Rusiyanın FSB əməkdaşı partladıb oranı. İndi Rus Əliyevdən tələb edir ki, necə ki danışmışdır, mən sənə Qarabağı verəcəkdim, sən də mənə Zəngəzuru verəcəkdin. Mən dediyimi elədim, sən də buyur dediyini elə. Əgər edə bilməyəcəksənsə, onda rədd ol hakimiyyətdən. Əliyev Hasan gedir. Putin tərəfindən qoyulan vaxt rejim getməlidir. İlham Əliyevin gələn il aprel ayının 24-nə kim vaxt var? Bu sonuncu vaxt. Zəngəzuru Putinə verməsə hakimiyyətdən gedəcək. Zəngəzuru Putinə versə də Amerikanın, İngilisin, Erdoğanın, Avropanın hədəfinə gəlib sanksiyalara məruz qalacaq. Belə də olsa öləcək Əliyev, belə də olsa öləcək Əliyev. Arvadı hakimiyyətə gəlməyəcək. Üstündən xətt çəkilib. Pis halda Rusiya bağladım, amma yaxşı halda Əli Kəriminin gəlməyinə şərait yaradacaqlar.